Maraqlıdır ki, müəlliflərin özlərinin çəkdiyi əziyyətlər məsəl üçün nədən ibarət olur? Hansı çətinliklərlə Mən qarşılaşırsınız? bunu müəllif tərəfindən danışacağam və nəşriyyat olaraq da empati hissini qura bilirəm deyə müəlliflərlə onları rahat şəkildə buradan, yəni müəllif olmaq istəyənlərə də müraciət edirəm. Bəli, müəllif olmaq istəyənlərə də müraciət etmək istəyirəm ki, tam rahat olsunlar ki, mən empatini qura bilirəm. Çünki özüm illərlə müəllif olmuşam və bilirəm onlar nə istəyirlər. Məhsullarının bazarda reallaşmasını istəyirlər. Biz buna məhsulun reallaşması deyirik. Müəlliflər isə kitabımı oxucumun əlində görüm deyirlər. Onda biz rahatlaşırıq. Çünki bir övladımız kimi baxsaq kitabımıza, onları nümunəvi cəmiyyətdə görmək istəyiriksə, kitablarımızı da ən yaxşı dolabın ən yuxarı yerində və əllərdə görmək istəyirik. Və müəllifin əslində həmişə əvvəllər kitab hədiyyə edirdilər, daha çox. Bəli. Yəni əvvəllər mən deməzdim indi yoxdur. İndi mən sizə deyim ki, rəqəmsalda artıq sosial izləsəz görərsiniz ki, artıq o qədər rəqabət var ki, insanlar, yəni nəşriyyatlar buna çox əslində israrçıdırlar bu işdə və hədiyyələr falan edirlər. Mən sizə deyim ki, müəllifliyin çətinliyi nədir? Birincisi, müəllif bu əgər daxili bir istəkdirsə, əlinə qələmi alır, müəyyən bir ideya gəlir onun ağlına və yazmağa başlayır. Amma yazarkən qətiyyən bu kitabın çap edə biləcəyəm düşüncəsində olmur. Yəni istək varsa onu yazır. Biraz keçir, onu artıq kitab şəklində görmək istəyir. Orada artıq büdcə məsələsi gəlir ortalığa. Təbii ki, bir xanım müəllifdən danışırıqsa, əgər həyat yoldaşı da elmə həvəsli biridirsə, ona bir dəstək olacaq və yaxud da atası, qardaşı. Əgər deyilsə, o artıq büdcə yığmağı düşünəcək. Müəyyən vaxtdan sonra müəllif öz əsərinə bir də təkrar bir baxış keçirdir, maliyyə yığana qədər və orada bir qüsurlar görür və motivasiyadan düşməyə başlayır. Bax, bunu deyim mən. Çünki hamı bir yazandan sonra bir təkrar baxışında mütləq 2 il əvvəl yazdığını bəyənməmək deyə bir şey olur. Özündə inkişaf gedib, cəmiyyəti görüb və s. və üstəlik də onu nəsə üstələyir. Və amma maliyyə vəsaiti olsaydı, onu anında artıq kitaba çevirə bilərdi. Və sonra onun çətinliyi olur ki, fikirləşir ki, ümumiyyətlə bu kitaba bunu necə mən bu kitab halına sala bilərəm? Çünki onun kompüter biliyi yoxdur. Çünki bir yazardır və bilmir ki, onu hansı proqramda eləyəcək. Şəkillərə ehtiyac varsa düşünür ki, ümumiyyətlə bu necə baş verir? Təlimsizlik, yəni